İrəvanda məhkəmə binaları qarşısında etirazlar artıq adi hala çevrilib. Ümum Ermənistanın baş katolikosu 2. Qaragenin iqamətgahı hesab edilən Eçmiyazin kilsəsi yenidən toqquşmalar meydanına çevrilib. Radikal qruplaşmalar polis barikadalarını yararaq əraziyə daxil olmağa cəhd ediblər. Onlarla radikal qruplaşma üzvü saxlanılıb. Həbs edilənlər arasında parlamentdə təmsil edilən müxalif Hayastan blokunun deputatları da var. Təhlükəsizlik qüvvələri 2. Qarageni və tərəfdarlarını kilsə ərazisindən uzaqlaşdırıb. Daşnaküstüyün partiyasının fəallarından olan İşxan Sağatelyan da kilsənin yanında olduqlarını, hakimiyyətin istifa verənədək mübarizələrini davam etdirəcəklərini deyib. Baş nazir Nikol Paşinyan isə rəqibləri qarşısında geri addım atmaq niyyətində deyil. O hadisələrə görə müxalif Hayastan blokunun deputatları və 2. Qaragenin məsuliyyət daşıdığını deyib. Baş nazir həmçinin bildirib ki, özlərini müxalifət adlandıran radikal qüvvələr 2. Qarabağ müharibəsindəki uğursuzluqdan istifadə edir və kilsə ətrafında birləşərək çevrilişə cəhd göstərirlər. Paşinyan proseslərinin arxasında keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın dayandığı qənaətindədir. Baş nazir onların 30 il ərzində ölkəni taladıqlarını, dövlət vəsaitləri hesabına şəxsi sərvətlərini artırdıqlarını vurğulayıb. Bu arada 2. Qaragenin qardaşı arxiyepiskop Yezras Nersisyan ölkədə qarşıdurma yaratma və insanları ixtişaşlara təhrik etmə ittihamları ilə beynəlxalq axtarışa verilib. Aydın Arazdəyənli, Şahnun Qasımova, ATV Xəbər.